Ona görə feministlər belə əxlaqsız kimi qələmə verilir. Onlar necə, yəni hətta polis idarəsində öldürülə bilər qadınımız. Təbii ki, bunun arxasında patriarxal bir sistem durur. Qadına azadlıq tanınmır, ya öldürülür, ya hər hansı bir üsulda cəzalandırılır. Yəni Almaniyada necə baş verir? Hər şey bağçadan başlayır. Gəldi söhbətlə maraqlı yerinə belə. Hazırda misal üçün 8 qadınımız həbsdədir. Hazırki yəni hökm sürən sistemin özünə belə sərf eləyir. Salam hörmətli izləyicilər, əziz dostlar. Almaniya gündəliyimiz davam edir. Bugünkü qonağımız Elnara xanımdır. Salam Elnara xanım. Salam. Necəsiz? Çox qəşəng. Həmişə qəşəng olun. Dostlar, bugünkü mövzumuz feminizmdir və nəzərdə çatdırdım ki, Elnara xanım uzun illərdir Almaniyada yaşayır, Bavariyada və feministdir. Bugünkü müsahibəmiz bir Almaniyada yaşayan Azərbaycanlı feministlə olacaq. Niyə feminizm seçdiniz? Mən feminizmi seçmədim, yəni ki, feminizm məni seçdi əslində bəlkə də xarakterimə görə. Həmişə belə hər şeydə ədalət prinsipinə söykənmişəm və hər şeyin bərabər hüququ, yəni hər kəsin olmasını dəstəkləmişəm. Ona görə yəqin ki, Azərbaycana köçəndən sonra görmüşəm ki, ailəmizdə və yaxud da ətrafımda olan qadınların problemlərini çox yaxından hiss eləmişəm. Və buna görə də bir növ yox, elə hər zaman çalışmışam qadınların yanında olum və qadınların problemlərini anlayım, səbəbini. Təbii ki, bunun arxasında patriarxal bir sistem durur. Hamıya bəllidir. Artıq neçə il Almaniyadasınız? 8-ci ildir Almaniyada. Bu 8 il ərzində Azərbaycan və Almaniya arasında olan fərq, qadına qarşı olan rəftarda. Qadına qarşı olan rəftar. Yəni şəxsi təcrübəmdən götürsəm, misal üçün qadına qarşı olan rəftar odur ki, Azərbaycanda arzuladığım amma əldə edə bilmədiyim şeyləri burada çox rahatlıqla, yəni yaşımdan asılı olmayaraq, ailə statusundan asılı olmayaraq, yəni 4 övlad sahibi olmağına baxmayaraq, yəni planlarımı, arzularımı gerçəkləşdirə bilirəm və bunların gerçəkləşməsi üçün şərait var. Hansı yöndədir? O planlarınız, yəni ki, Azərbaycanda bunu edə bilməmisiniz, onu burada etmisiniz. Elə misal üçün sosial işlərdə, insanlarla ünsiyyətdə, insanlara hər hansı bir dəstəyin göstərilməsində mən özümü, yəni iştirakçı olaraq iştirak edə bilirəm. Yəni iştirak özü, yəni aktivizmin bir sütunudur da deyək. Aktivliyimi göstərə bilirəm və yaxud da proyektlərdə iştirak edə bilirəm. Qarşıma qoyduğum məqsədə doğru getməyə, yəni ki, vasitələr var, onlardan istifadə edirəm. Elnara xanım, son illərdə Azərbaycanda qadın qətillərinin sayı artıbdır. Qadına qarşı zorakılıq və s. Və bir dəyərli bir vəkilimiz var bizim, Zibeydə Sadıqova. O da hər gün paylaşır bununla bağlı ki, hansı rayonda, hansı bölgədə qadına qarşı zorakılıq olubdur və s. Sizcə bunun başlıca səbəbi nədən qaynaqlanır? Mən deməzdim ki, bu son illərdə artıb. Bu hər zaman olub. Sadəcə indi bunun ictimailəşməsi daha rahat olub. Yəni sosial şəbəkələr vasitəsilə bu ictimailəşir. Amma bu hər zaman olub, mənə elə gəlir. Sadəcə bu dərəcədə ictimailəşməyib. Səbəbi nə ola bilər? Yəni elə dediyim kimi, yəni patriarxal qurumdur səbəbi birincisi. İkincisi də ki, yəni qadınlar doğulanlar, yəni ki, insanların gender bərabərliyi yoxdur birincisi. Yəni ki, maskulin tərəf hər zaman dominant tərəf olub və qadın tərəf hər zaman belə alt təbəqədə, yəni sözə baxan əzilən tərəf olub. Ona görə də rollar artıq bölünüb. Yəni ailədə, cəmiyyətdə qadının rolu, kişinin rolu və qadın bu rola və yaxud da bu stereotiplərə
uyğunlaşmayanda çox rahatlıqla qətlə yetirilə bilər. Yəni ki, qadına azadlıq tanınmır, qadın seçim etmə hüququnda deyil və o artıq nə isə etmək istəyəndə bu stereotiplərə uymadığına görə ya öldürülür, ya hər hansı bir üsulda cəzalandırılır. Yəni hətta polis idarəsində öldürülə bilər qadınımız. Yəni o dərəcədə qadının ölümü adi bir şeydir və maraqlısı odur ki, öldürülən qadınla empati qurulmur. Rəylərdə görürük ki, empati öldürən tərəflə qurulur. Hə, o nəsə eləyib ki, öldürülüb də yəni. Bəs sizcə bu stereotipləri necə qırmaq olar? Ümumiyyətlə cəmiyyətin düşüncəsi dəyişməlidir. O necə baş verməlidir? Mənə elə gəlir, əsas maarifləndirmə olmalıdır. Məktəblərdə maarifləndirmə, gender bölgüsü və yaxud da bu istiqamətdə hər hansı bir dərsliklər olmalıdır. Yəni Almaniyada necə baş verir? Hər şey bağçadan başlayır. Yəni uşaqlara azadlıq, yəni ki, hər şey uşaqlıqdan başlamalıdır. Yəni mən bağçada işlədiyimə görə bu mənim şəxsi fikrimdir. Yəni hər şey uşaqlıqdan uşaqlara maarifləndirmə yolu ilə onların azadlığı tanınmalıdır, seçim etmə haqqı tanınmalıdır. Bu uşaqlarda kreativliyi artıracaq, abstrakt düşüncəni artıracaq və uşaqlar başqa düşüncədə olan birini normal qəbul edəcək və belə də bu sistem öz yoluna düşəcək düşünürəm. Və Azərbaycanda isə Azərbaycanda nə etmək olar? Azərbaycanda son dövrlərdə xarici bütün bu giriş belə vakuum yaradılıb. Yəni ki, cəmiyyət daha da getdikcə təcrid olunur, bütün xarici əlaqələr kəsilir və siz hansı proqram idi o bağlandı? Erasmus bağlandı, başqa təşkilatların fəaliyyəti bağlandı. Yəni ki, hansılar ki, insanlara, qadınlara və yaxud da əlilliyi olan insanlara dəstəyini göstərirdi və yaxud da hansısa bir proqramlar həyata keçirilirdi. Azərbaycan cəmiyyəti artıq ondan da məhrum edildi. Yəni ki, Azərbaycanda nə baş verilməlidir deyə çox çətin sualdır, yəni. Dövlətin hüquq mühafizə orqanları Azərbaycanda baş verən qadın qətillərinin qarşısını hansı effektiv yolla ala bilərlər? Bu ilə bağlı hansı tədbir görə bilərlər? Korrupsiyadan imtina. Mən yoldaşımı qətlə yetiriləndə arxayın olmalı deyirəm ki, həmən pulumu verəcəm, canımı cəzadan qurtaracam. Bu insanlar, yəni kişilər buna arxayındır ki, cəzalanmayacaq, istənilən halda günah qadında görüləcək. Bundan arxayındılar, ona görə də ilk əvvəl korrupsiya yaşamalıdır. İkinci növbədə qanunda hər şey var. Yəni konstitusiyada, yəni hər şey var yəni. Amma ki bu işlək deyil. Yəni bu mexanizm işlək deyil, yəni cəzalandırma. Bu mexanizm öz işlək sistemə, belə bir sistemə gəlməlidir və cəzalandırma mexanizmi olmalıdır, yəni. Yenə də korrupsiya ilə əlaqəli bir şeydir. Yəni ailədə nə isə baş verəndə bu bunların ailə işidir. Biz buna qarışmırıq. Fikri olmamalıdır. Yəni, hər şey yenə də mental düşüncədən asılıdır. Yəni, mental düşüncə sistemə necə gəlir, onu anlamıram. Yəni ki, biri o birisindən ayrı olmalıdır. Yəni, sənin mentalitetin ayrı, amma sənin vəzifə borcların ayrı bir şeydir. Elnur xanım, bəzi insanlar feministləri ailəyə qarşı olan, necə deyərlər, ailə dağıdan, ailəyə müdaxilə edən bir insanlar kimi görürlər. Gəldi söhbətinə maraqlı yerinə belə. Sizcə nəyə görə bu belədir və bu barədə fikriniz? Çünki insanlar, həmin o insanlar, bunlar artıq qadının rolu, kişinin rolu, bu rolları bölüşdürüblər də gender olaraq. Qadın deyəndə mətbəx, uşaq böyütmək, uşaq tərbiyəsi, kişi deyəndə evə pul gətirən və bununla da vəzifələri sona yetən bir şeydir. Yəni ki, belə bölüşdürüblər də cəmiyyətdə bu rolları və qadın öz rolundan kənara çıxmaq istəyəndə bu artıq onların xoşuna gəlmir. Yəni necə yəni qadın kişidən çox pul qazansın və yaxud da ailədə dominantlıq olsun qadın tərəfindən.
Bu onların fikirlərinə yaddır. Yəni bunu normal qəbul eləmirlər. Bu birincisi. İkincisi də ki, illərlə yəni ki, bu dini səbəblər də var. Yəni din bunu deyir, din bunu deyir. İndi nə Ya, edir? din deyir ki, kişi, yəni son çıxışlar var bu yaxınlarda təsadüfən rastlaşmışam. Din deyir ki, qadın kişidən çox aşağıdır. Yəni ki, kişi qadından bir qat üstündür. Bizim göstərin, baxın, dində qadın peyğəmbərimiz varmı filan. Qadın daha dərin bastırılmalıdır. Qadın belə olmalıdır filan. Yəni bu coğrafiya ilə bağlı bir şeydir. Və bu şeylər hamısı yaddır deyə, ona görə də feministlərin yəni ki, qadın eyni şərtlər altında özünü inkişaf elətdirməlidir kimi fikri, qadın kişi ilə eyni hüquqlara sahibdir fikri onlara yad gəlir. Yəni qadının özünün öz bədəni üçün hətta seçim etmə hüququnu olması fikrini belə onlar yad qəbul edir. Çünki onlar öyrəşib ki, qadını, qızı büyüdüb, özləri ərə versin, özləri onun üçün ər seçsinlər və yaxud da peşəsini, sən həkim olacaqsan, bu yəni peşələr belə artıq cinslərə bölünüb də. Kişidirsə polis olacaq, qadınsa müəllim olacaq. Seçkidə saxta bülletin atacaq. Biz 8 mart aksiyalarında qadın polislər də gördük ki, sırf qadınlar üçün gətirirlər, xüsusi ki, qadınları eləsinlər. Yox, polis göstərsinlər ki, yəni baxın, bizdə hər şey bərabərdir. Bizim hətta qadın polislərimiz də var. Yəni bu fikirlər, yəni feministlərin irəli sürdüyü fikirlər ona görə qəbul edilmir. Yəni onlar həm də qorxur axı bu dominantlığı, bu illərlə qurulmuş sistemi bu pozula. Bunlar üçün bu daha, yəni sistemin özünə belə patriarxal çox qəşəng sərf eləyir də. Yəni ki, ailə dəyəri filan, yəni ailənin başı özünə qarışsın. Ailə öz dərdi ilə məşğul olsun, qadın yeməyini bişirsin, kişi qazancını gətirsin və yaxud da bu sistem pozulmasın. Yəni illərlə bu davam eləsin. Hazırki yəni hökm sürən sistemin özünə belə sərf eləyir. Ona görə feministlər belə əxlaqsız kimi qələmə verilir, onlar necə bizə yaddır, onlar hansısa xarici qüvvələr tərəfindən öyrədilir kimi fikirlər yerilir insanlara. Və daha çox təhqir etdikcə, yəni aktiv olmaq istəyən gəncləri də bu şeydən çəkindirirlər. Yəni ki, mən görürəm ki, hazırda misal üçün 8 qadınımız həbsdədir. Mən artıq aktivizmdən biraz geri çəkilirəm. Yəni biraz insanları qorxutmaq, yəni iştirak etmək istəyənlərdə, yəni proseslərdə, siyasi və yaxud da sosial proseslərdə, ictimai proseslərdə iştirak etməyən gəncləri belə bu şeydən çəkindirirlər. Yəni ki, bax səni də bu gözləyir, yəni ki, və onları vətən xaini çıxardılar. Yəni vətən xaini anlayışı da yanlışdır. Yəni əslində bütün həqiqətləri ortaya qoyan insanları vətən xaini çıxardılar, amma əslində vətən xainləri idarəni, yəni ölkəni idarə edirlər. Azərbaycanda qadınları müdafiə etmək üçün hansı resursları var və həmin qadınlar onlardan yararlana bilərlər? Yəni bildiyimə görə Azərbaycanda cəmi bir qadın sığınacağı var. Bəli. Yəni hansı resursdan danışa bilərik ki, 10 milyonluq əhaliyə cəmi bir qadın sığınacağı var. Yəni ki, elə oradan başlayaq. Qadın sığınacaqlarını, yəni ümumiyyətlə qadın sığınacağına gedən qadına necə baxırlar? Ümumiyyətlə döyüldüyündə, söyüldüyündə polisə və yaxud da kömək istəyən, yardım istəyən, bunu ictimailəşdirən qadına necə baxırlar? Elə oradan başlayaq. Yəni resurs olaraq nəyimiz var? Yəni necə ona dəstək ola bilirik? Yəni aidiyyəti qurumlar buna nə kimi dəstək olur? Bugün 8 mart günüdür və 8 mart günündə bizim 8 dəyərli jurnalist xanımımız həbsdədir. Yəni ola bilər ki, izləyənlər tanımasınlar bəziləri, onun üçün adlarını deyək ki, Sevinç Vaqif qızı, Elnarə, Nərgiz, Ayşə Lumudova, Aytaç Tapdıq və Fatimə.
Aynur Elgünəş. Aynur Elgünəş, bəli. Həbs olunan jurnalistlərin həbsinə qarşı ümumiyyətlə nəyə görə qadın jurnalist həbs olunur? Son vaxtlarda nəyə görə bu jurnalistlərin həbsi artıb? Nəyə görə artıq bu elə hər zaman olub, mənə elə gəlir. Qadın və yaxud kişi fərq etməz, amma bu 8 mart ərəfəsinə düşdüyünə görə biz daha çox qadınların həbsini qabardacağıq. Nəyə görə artıb? Çünki insanlarda bir xof yaratmaq üçün, yəni dediyim kimi, həqiqətlərin üzə çıxarılmasının, araşdırılmaların, yəni ki, ölkə daxilində qalmasının, bunu dünya səviyyəsində tanınmasının, yəni ki, qarşısını almaq üçün təbii ki, və insanların yeganə müraciət etdiyi yerlər idi, misal üçün Meydan TV, Abxaz TV. Hər hansı bir problemlərin ictimailəşdirilməsində, yəni ki, onlar dəstək olurdular, ictimailəşdirirdilər və bunun əlbəttə ki, bu bizim hakimiyyəti heç cür səhv etmir, ona görə də bunların qarşısını almaq üçün həbs olunublar. Sanki bir simvolik mesaj da veriblər bizə 8 martda 8 qadın. Ola bilər. Elnur xanım, son sualım. Həyatdakı ən böyük məqsədiniz nədir? Diri olduğumu hiss etmək, yaşamaq, proseslərdə iştirak etmək, hər zaman mövqeyimi bildirmək, bir tərəf qalmamaq, yəni haqsız gördüyüm şeyi, haqsız bildiyim şeyi bir necəsə, yəni ki, mən hansı tərəfdəyəm olduğumu hiss etdirmək və insanların yanında olmaq sadəcə. Necə deyirlər ki, yaşarkən ölməmək. Hə, zaten öləcəyik. İndi yaşayıq. Elnur xanım, çox sağ olun, suallarıma cavab verdiniz. Sən də çox sağ Təşəkkür olun. edirəm, minnətdaram. Dostlar, kanalımızı izləyin, abunə olun və öz şərhinizi kommentar bölməsində bildirməyi unutmayın. Növbəti müsabiqəyə qədər hələlik sağ olun.